Dostlar 27-ci suala baxıram. 27-ci sual çox qəşəng sualdır. Uyğunluqdur. Sadə, yəni orta sualdır. Yəni çox çətin sual deyil. Əkiqis əbqı və əkiqini soruşur. Və yaxud da harda alır və neçədə alır. Bax dostlar, burada minus var. Yəni bu minusun, burada kvadrat varsa minusun ən kiçik qiymətinin tapılmalıdır. Bura neçə yazsam ən kiçik olar? Yəni sıfıra çevirən qiymət. X-in 4, Y-in 5 qiymətində bunlar 0 olur. 0 üstəgəl 2. Yəni bunun əkiqisi 2 olur. Dostlar, niyə əkiqi olur? Çünki bu getdikcə böyüyür. Kvadratda axı. Yəni minimum qiyməti bunun 4 olanda alır. Burada da 5 olanda alır. Deməli, əkiqi 2-dir. Yəni 1-ə aiddir C. 1-ə C. Sonra baxaq, əkiqini plus minus 2 də alır, xeyr, 0 olduqda alır, xeyr, əkiqini deməli bu getdi. İndi bura baxaq. Sizcə bu əkiqini harda ala bilər? Baxın, bu əkiqi 0-a çevrilə bilir. Çünki burada çıxma var. Elə bilməyin ki, bura x-a məsələn 4 verim və yaxud da x-a 0 verim, xeyr, əsla. Yəni, məsələn, mən x-in yerinə kök və yaxud da kökdə 2, məsələn, 2 yazsam, 2 yazsam, bu 4 olar, 4-dən 4 çıxaram 0. Deməli, x-a plus minus 2 verə bilərəm buradan. Mənfisi də, müsbət də, bura kvadrat 4 eləyir, 4-dən 4 çıxanda 0. Bəs burada, artıq burada işlər dəyişir. Burada işlər dəyişdiyinə görə, bu minimum neçə ala bilər? Baxın, tutaq ki, mən bura 1 yazıram. 1-in kvadratı 1, üstünə 5 gəndə 6. Get-gedə böyüyür. Deməli, mən bunun minimum qiymətini tapmalıyam. Çünki bu üstə gəlmədi. Bunun minimum qiyməti y bərabər harda alır? 0-da. 0-ın kvadratı 0, 0 üstə gəl 5, 5-in kvadratı 25. Demək, bura 0-dır. 25 o da bir 27. Get-gedə böyüyür. Yəni bu y-i, əkiqisi neçə olur bunun? 27. Deməli, aiddir buna B. Və plus minus 2 də alır. Bir də y 0 olanda alır. Bəli, doğrudur, D bəndi. Aydınla nə demək istəyirəm? Gəlirik bura. Baxın, yenə plusdur. Plus gördünüzsə, bunun ən kiçik qiyməti elə bunu tulluyursunuz. Bu qalır. Bunun kvadratı 4, 4, 16. Burada da bunun kvadratı 25. Üstünə gələcəksən. Üstünə də 2 gələcək. 41, 43. Bunun ən əkiqisi deməli 43-dür. Yəni A bəndi x 0 olanda alır. Bəli. Y 0 olanda alır. Bəli. Bəli, buna da Y bəndi aiddir. Yəni bu möhtəşəm sual üçün təşəkkürlər.